Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda hazırlanması çox asan olan səpmə şirin qoğalların hazırlanmasını sizinlə paylaşıram. Qoğalı hazırlayanda oxlovdan istifadə eləmirəm, yuxaları tək-tək yaymıram. Çox fərqli, asan bir üsulla hazırlayıram. İlk dəfə hazırladım, çox bəyəndim, sizinlə də bölüşmək istədim. Qoğalları bu üsulla hazırlayanda üstü xırçıltılı, qat-qat, içi yumuşaq, çox gözəl qoğalları alınır. Yayma aça bilməyən xanımlar üçün çox əlverişli bir üsuldur. İstər adi günlərdə, istər bayram günlərində bu üsulla ailələri üçün çox gözəl qoğallar hazırlaya bilərlər. İndi keçək qoğalların hazırlanma qaydasına. Xəmir üçün əvvəlcə ərzaq qabına ılıqdan biraz isti 200 ml stəkanla 2 stəkan su tökürəm. Mən xəmiri su ilə yoğurdum, amma istəyən südlə də yoğura bilər. 2 xörək qaşığı şəkər tozu, 1 paket 10 qram da instant quru maya əlavə edib qarışdırıram. Maya tez əriyən mayadır, ona görə gözlətmirəm. Elə şəkər tozu ilə maya əriyəndən sonra qaba 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Yarım çay qaşığı sarı kök, 1 paket 5 qram şəkərli vanil, 100 qram da ərinmiş kərə yağı əlavə edib bu ərzaqları da biraz yaxşı qarışdırıram. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Qaba un tökürəm, unun hamısını birdən əlavə eləmirəm. Hissə əlavə edib xəmiri yoğururam. Ələ yapışmayan yumuşaq bir xəmir olmalıdır, ona görə unun hamısını birdən əlavə eləmirəm. Əvvəlcə bir hissəsini tökürəm, yarım çay qaşığı da duz. Bunları biraz qarışdırıram. Artıq çətin olduqda yenə qalan unu əlavə edib xəmir yoğururam. Xəmir üçün 6 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Videolarımda həmişə qeyd edirəm, unun çəkisi növünə görə, yumurtaların ölçüsünə görə dəyişə bilər, az ya da çox ola bilər. Ona görə unu az əlavə etməkdə bir fayda var. Onda xəmir yaxşı alınır. Belə gördüyünüz kimi ələ yapışmayan yumuşaq bir xəmir alındı. Xəmirin üstünü örtüb 1 saat mayalandırıram. Bu arada şirin qoğalın içliyini hazırlayıram. İçlik üçün ərzaq qabına 2 stəkan yarım un töymüşəm. Üzərinə 1 stəkan yarım şəkər tozu, 1 paket 5 qram şəkərli vanil, çay qaşığının 1/3 qədər sarı kök, istəyə görə vanili hillə də əvəz eləmək olar. 200 qram da otaq temperaturunda yumşalmış kərə yağını əlavə edirəm. Bu ərzaqları da əlimlə ovuşdurub şirin qoğalın içliyini hazırlayıram. İçliyi də hazırlayıb qoyuram bir kənara. Xəmirim artıq gördüyünüz kimi çox yaxşı mayalanıb. Əlimlə havasını çıxardıb xəmiri bir yerə yığıram. Qabın içində xəmiri biraz yoğurub bir yerə yığıram. Dəzgahın üstünə qoyub biraz da orada yoğururam. Mayalanmış xəmirin havasını çıxartmaq lazımdır. Onda bişəndən sonra mayanın qoxusu gəlmir. Xəmiri dəzgahın üstünə qoyuram. Əlimlə biraz yuvarlayıb uzunsov şəkil verirəm. Daha rahat doğramaq üçün əvvəlcə 2 yerə kəsirəm. Kəsdiyim hissələri də xırda parçalara ayırıram. Kəsdiyim xəmir parçalarından götürüb əlimlə yuvarlayıb kündələr tuturam. Kündələrin hamısını gözə yarı eyni ölçüdə hazırlayıram. Kündələri un səpdiyim qabın içinə yığmışam, üstündə örtürəm. Bir 15 dəqiqədə kündələrin düşməsini gözləyirəm. Qoğalları hazırlamaq üçün oxlovdan istifadə eləmirəm. Çox sadə bir üsulla hazırlayıram. Kündələri yağlamaq üçün 200 qram ərinmiş kərə yağı götürmüşəm.
Üzərinə 3 xörək qaşığı da bitki yağı əlavə eləyirəm. Mayalanmış kündələrdən götürüb videoda göstərdiyim kimi tutduğu qədər yağın içinə qoyuram. Barmaqlarımla biraz kündənin üstündən bastırıram. Hər iki üzünü yağa batırıram. Kündələr yağın içində qalır, biraz özünə çəkir. Çox rahatlıqla da yayıb böyütmək. Yağlı kündələrdən götürüb dəzgahın üstünə qoyuram. Biraz da yağdan əlavə eləyirəm. Əlimlə çox rahatlıqla yayıb böyüdürəm. Oxlova ehtiyac yoxdur. Xəmir yağın içində qalır. Yağı özünə çəkir. Elə əllə də çox rahatlıqla tez bir vaxtda genişləndiyi qədər böyütmək olur. Yaymanı bu qaydada açandan sonra hazırladığım içlikdən əlavə eləyirəm. Videoda göstərdiyim kimi hər iki tərəfini üstünə gətirib üst-üstə qoyuram. Açıq qalan hissəyə də yenə içlikdən əlavə eləyirəm. Bir tərəfdən başlayaraq sonacan rulon kimi bükürəm. Bükəndən sonra dəzgahın üstünə qoyub əlimlə üstündən sıxıram. Elə ovucunuzun içində də sıxa bilərsiniz. Sıxıb belə gözəl qoğallar hazırlayıram. Qoğal üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Birini də hazırlayım. Onu da yenə eyni qaydada dəzgahın üstünə qoyub birinci hazırladığım qoğal kimi onu da eyni qaydada hazırlayıram. Yağlı xəmirləri yağın içindən çıxartdıqca yenə yağın içinə mayalanmış kündələrdən əlavə eləyirəm. Birini hazırlayana qədər o birisi yağı özünə çəkir. Hamısını belə eyni qaydada hazırlayıram. Çox asan bir üsuldur. Tez bir vaxtda da hazırlamaq olur. Tək-tək yayılıb arası yağlanan qoğallardan heç fərqlənmir. Belə də çox gözəl qoğallar alınır. Hamısını bu qaydada hazırlayıb formalara yığıram. Üstün örtüb bir 15-20 dəqiqədə qoğalları mayalandırıram. Mayalanmış qoğalların üstünə çəkmək üçün bir ədəd yumurtanı üzərinə bir çay qaşığı da bitki yağı əlavə edib yaxşı-yaxşı qarışdırıram. Yumurta qarışımından mayalanmış qoğalların üstünə çəkirəm. Hamısına yaxşı-yaxşı yumurta sarısı çəkirəm. Sonda üzərinə küncüt səpirəm. Bu qaydada hazırlayıram. 190 dərəcəlik sobada üstü qızarana kimi bişirirəm. Qoğalların hamısını eyni qaydada yumurta sarısı çəkib küncüt səpirəm. Eyni qaydada bişirirəm. İlk sobaya qoyduğum qoğallar artıq bişib, çox yaxşı qabarıb, çox gözəl qoğallar alınıb. Hamısını ardıcıl olaraq hazırlayıb, mayalandırıb, üstünə yumurta çəkib, sobada bişirirəm. Belə gördüyünüz kimi o biri qoğallar da bişib, altı üstü çox yaxşı qızarıb, gözəl qoğallar alınıb. Çox asan bir üsuldur. Əgər sizdə tez bir vaxtda qoğal hazırlamaq istəyirsinizsə, oxlov işlətmədən tək-tək yayma yayıb, yağlamadan elə bu üsulla istər şirin səpmə qoğal olsun, istərsə də səpmə şor qoğal olsun, elə bu üsulla hazırlaya bilərsiniz. Üstü xırçıltılı, içi yumşaq, qat-qat çox gözəl qoğallar alınır. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.